Salam, necəsiz? Bu dəfə daha çox söz seçmişəm, ona görə çox izah yox, konkret hərəkətlərə fokuslanacağıq. Başlayaq. İlk sözümüz kömək etmək. V hərfi və V hərfi. Bir əlimizi belə saxlayırıq, digərini isə baş barmaq istiqamətində digər ələ yaxınlaşdırırıq. Mənə kömək elə. Sənə kömək eləyirəm. Əylənmək. Hər iki əlimizi baş istiqamətində belə hərəkətləndiririk. Əylənmək. Çox əyləndim. Əylənmək hərəkətini indi aşağı istiqamətə doğru istifadə edirik. Sevinmək. Sevinirəm. Tələsmək. Tələsmək deyirik. Tələsirəm, çox tələsirəm. Bir əlimizi saxlayırıq, digər əlimizlə yenə V hərfi köməyimizə çatır. Özümüzdən qarşıya doğru gətiririk. Gecikmək. Gecikmək. Gecikdim. Bir əlimizi belə açıq şəkildə saxlayırıq, digərində orta barmaq bir balaca irəli gəlir və əlin içinə çəkirik. Üzr istəyirəm, bağışlayın, üzr istəyirəm. Xahiş eləyirəm, məni bağışlayın, xahiş etmək. Bu zaman 2C hərfini belə tuturuq və belə hərəkət etdiririk. Oynamaq. Bir də var, rəqs eləmək. N hərflərimizi tuturuq və oynamaq. Əl fərqi yoxdur. C hərfi və digər istiqamət. Sağ əldirsə sol istiqamət, sol əldirsə sağ istiqamət. İşləmək. Baş barmaq və işarə barmaq. Gözləmək. Gözləmək. Məni gözlə. A hərfi və bu istiqamət. Əsəbləşmək. Əli açırıq, bu dəfə belə. Narahatam. Narahat olma. Narahat olma. Qulaq asmaq. Bir də var dinləmək, eşitmək. Bu, bir əllə qulağı istiqamətini göstərəndə eşitmək, dinləmək, digərində isə qulaq asmaq. S hərfini tuturuq və qorxdum, qorxuram, qorxma. Gülümsəyin, gülmək, gülmək. Baş barmaq, işarə barmaq və orta barmaq. Bir balaca bükürük, burundan qarşıya doğru atırıq. Darıxmaq. Görüşərik. Görüşmək. Bu da görüşdür. Görüşərik.